Canım bala. Dua elə ölüm. Ana. Ne olur? Sara ələ yığatdıq. Ha, Çəkil. ben indi Ana gelirim. dur gedək xəstəxanaya. Hara ata? Hacağa bir şey olub? Salam kızım. Salam ata. Anan necədir? Biraz daha yaxşıdır Allah'a şükür. Ne vaxt bırakacaklar? Deyirlər yaxşı olar səhərəcən nəzarət altında olsun. Aha, Ancaq mühüm bir şey yoxdur. çok yaxşı. Bəs yanında ol da. Yaxşı. Möhsün də var. Sağ ol. Sağ ol. Bahar xəstəxanası buyurun. Salam. Salam. Doğum şöbəsini istəyirəm. Bir dəqiqə gözləyin. Bəli, Tehraniyəm. İstəyirdim görüm Leyla Şərifi qayıtmayı. o vəziyyəti ilə xəstəxanada qaldığına şübhə eləyirəm. Dedim bəlkə qayıtmış olsun. Bir xəbərçi yoxdur. Axı necə ola bilər uşağını qoyub getsin? Nə deyim, qayıtsa sizə xəbər verərəm.
Heç kim qapını açmır. Bütün şəhərdə səni axtarmışam. Açarım yoxudur, içəri girin. Sən indi uşağının yanında olmalısan bala. Hamid gəlməlidir. Qapının dalında qalar. Uşağın uşaq daşı yanına gətirməlidir. Dur bala. Dur gedək uşağın yanına. Hamid gəlməyib hələ. Gəldi. Yavaş uzan. Cənab Doktor Həbibi təcil yardıma. Cənab Doktor Həbibi təcil yardıma. Təzyiqini ölçmək istəyirəm, əzizim. Təəssüf ki, bunun vəziyyəti yaxşı deyil. O hadisənin şoku, vaxtından qabaq doğum, doğumdan sonraki depresiya. Onun üçün neyləmək olar? Ciddi baxma ehtiyacı var. Digər tərəfdən də reallıqla üz-üzə gəlməlidir. Bəlkə belə psixi vəziyyəti biraz yaxşılaşsın. Nə vaxt? Vəziyyətin nə vaxt yaxşılaşacaq? Dəqiq demək olmaz. Bir ay, bir il. Bəlkə o şəraitdə ən yaxşı adam əri olsun. Heç kəs ondan daha yaxşı ola bilməz. Bağışlayın, mütəəssifəm. Məncə yaxşı olar ki, bir mütəxəssislə danışasınız. Yoxsa belə təhlükəli ola bilər. Həm özü üçün, həm də uşaq üçün. Mənim işim daha qurtardı. Əlinizə sağlıq. İcazənizlə. Çox zəhmət çəkdiniz, xanım Məhəmmədi. Çox zəhmət çəkdiniz. Bir şey deyil. Əlinizə sağlıq. Bağışlayın. Rahat olun. Alo, Məhtəb, salam ata. salam. Ananın halı necədir? Yaxşıdır. Hə, Allah şükür. Bax Məhtəb, gərək durub gələsən xəstəxanaya. Leylanı çıxartmaq istəyirəm. İndi Hə, burada qalmağa məsləhət deyil. Burada heç kimin fikri heç kimdə deyil. Məndəki təkəm burada gərək bir qadın olsun. özünkü mamanın vəziyyətini gördün. Elə belə tək qoya bilmərəm. Yaxşı da hələ özüm onun üçün bir şey fikirləşərəm. Sən narahat olma. İşin yoxdur. Ata, zəng eləyərəm, Susan xanım gələr ora. Susan, hə, ona zəng elə gəlsin, yaxşıdır. Sağ ol. Hörmətli ziyarətçilərdən xahiş edirik ki, xəstələrin rifahı üçün xəstəxananı tərk edəsiniz. Lütfən xəstəxananı tərk edin.
Mama. Mama. Dur. Dur biraz bundan ye. Gerek yiyesen ki dermanlarını verebileyim. Həci ağa, əgər icazə verirsiniz, mən gedim. Mama. Mama. Bak. Ahmet'in uşağıdır.
Qayıdacağam. Gülbanam, dur gedək. Canımın içi, canım. Canım. Haqlısan bu qızım. Bilirsən niyə? Çünki özün kimi bir od parçası dünyaya ayaq qoymalıdır. Gör o nə od yandıracaq. Hə, Hamidcan, hələ əvvəlidir. Elə bilirsən özün belə asan gəlib bu yaşa çatmısan? Məni halal elə ana. Halal nədir sənə qurban olum? Uşaqlığım üçün o qədər darıxmışam ki, dəcəlliyin üçün, gülüşlərin üçün, bəhanə eləməklərin üçün. Canım. Canım. Leyla. Leyla. Hamid, Canım. indiki ata olmalısan, mənim üçün nə almaq istəyirsən? Nə? Hədiyyə. Mənə hədiyyə nə almaq istəyirsən? Özüm bəyəmaz hədiyyəyəm. Əzilmə. Məndən daha yaxşı nədir? Sən ki varımsan. Həmişə də varımsan. Hə, oldu. Bir cüt ayaqqabı alaram. Gözəl ayaqqabılardan. Lampası var, səs verir, çox qəşəngdir. Uşağınız üçün. Mənim üçün. Mənim üçün nə alacaqsan? Nə fərqi var Leyla? Yaxşı oldu. Bir boyunbağı komplekti alaram. Yaxşıdır. Hər ikinizə də eynini. Dedim ancaq mən. Bu qədər məni onunla ortaq eləmə. Leyla uşağımızdır ha. O ayrı, mən ayrı. Doğrudan ürəyindən gəlir. Sənin necə ürəyindən gəlir? Gəlməmiş ona tərəf olmusan. Hamid, bilirsən ki, mən çox paxılam. Yaxşı bilirəm ki, nə qədər paxılsan. Öz paxılımsan.
Məncə qadın paxıl olmalıdır. Dayan indi gəlim. Düz deyirlər ananın günüsü sənə. Atan sənin olmamışdan qabaq mənimdir. Zarafat elədim əzizim. Bunları deyirəm atan fikrini toplasın. Yoxsa sən ananın hayatısan. Sənə qurban olaram ilahi. Ona sənə vurğundur. Leylacan buyurun. Bu nədir? Oğlum üçün və həyat yoldaşım üçün. Bu oğlum üçün aldığım birinci hədiyyədir. Həmişə demişəm birincilər Yadında qalsın. Bu qəşəng əziz oğlum üçün, bu da öz Leylam üçün. Yaxşıdır? Nə qədər kifirdir bu. Kifirdir. Harası kifirdir? Kifir o ərindir. Kifir o uşağının atasıdır. Uşağımın atası haqqında düzəməlli danışa. Nədir axı bunlar bilmirəm. Necə yəni nədir? Bu qədər həvəslə gedib 2 dənə gəlincək almışam. Sən bir bunların rənglərinə bax. Firuzə ilə Bənövşə bir-birini tamamlayır. Çox Kifirdir. qəşəngdir. Leyla. Bu nə işlə elədin? Sənin üçün aldığım gəlincəyi yerə atırsan? İstəmirəm. Gəl al bunu. Ona yaxşı da baxmalısan. Bu qədər getmişəm. Leyla. Sənin üçün aldığım gəlincəyi ora tullayırsan? Leyla. Salam aleyküm. Salam hacı. Allah rəhmət eləsin Leyla xanım. Həm də uşağın ayağı düşərli olsun. Ancaq səbr. Hacı biz gəlmişik görək nə eləyək? Zavod tamamilə işləmir. Uşaqların əli işə yatmır. Allah bilir nə xəbərdir. Hamısı yaz tutub. Elə bir qardaşlarını itiriblər. Əgər mümkünsə deyin nə eləyək? İşə başlasınlar ya başlamasınlar. Özünüz hər nə məsləhət bilsəz, mən bilmirəm. Əkbər var, Məhsin var. Hər nə eləmək istəyirsiniz eləyin. Ancaq siz... Məndə mənlıq qalmayıb ki. Səndən nifrət edirəm. Səndən acığım gəlir. Acığım gəlir. Səndən acığım gəlir. Acığım gəlir. Səndən acığım gəlir. Acığım gəlir.
Can. Canım. Can. Ağlama Can. Yok canım. Azizim. Canım yok. Ağlama canım. Ver bana. Niye sana? Bəyəm sen bu uşağın anasısın. Leyla hanım gel al uşaq həlak oldu. Seninleyim. Seninle danışıram. Sen özünle inat elirsen ya bu ciğer paranla. Ha? O toprağın altında yatan oğlan benim de ciğer paramıdır. Gel al azizim. Gel uşağını. Ali. Canım balam. Canımın canı. Nə? Vurdum ha. Vur, cürətin var. Bəli, vuraram. Gərək bir cür tutasan. Eləmə. Mənə yaraşır. Sənin iyini verir. Sənin əynində görmək istəyirəm. Çölden getirmişem seher oldu. Gecenin karanlığı gitti, bir başka seher oldu. Ben kalmışam teki tenha. Ben kalmışam teki tenha, gemçinlerinin arasında. Habibim, gemlerin selidir. Yarpız gülleri beni oda saldı, oda saldı. Hem söhbətsiz yarpız gülleri bana.
ayaklarıma baktım. Gördüm yerimir. Dedim gelin bura. İki kelime söhbət eləyək. Ata, oğul. Nəfəsim çıxmır. Əlim üzülüb. Heç pənahım yoxdur. Dedim durum gəlin buraya bəlkə. Bilmirəm. Bir cür olsun. Sənə bir xəbərim var. Hacı Seyfətdir. Getdi. Hamidim getdi. Uçdu. Səni Seyyid-i Şəhədaya and verirəm demə qismətdir. Allahın istəyidir böyük səbr. Allahın imtihanıdır. Dedim təslim. Hamısını əzbər bilirəm. Özünü öyrətmisən. Bir ömürdə deyirəm. Əl-ləzinə əzə əsabət-hum musibə قالوا إنا لله ve inna ileyhi raciun. Bir ömür bunları eşitmişəm, bir ömürdür bunları deyirəm. Özümə hamiyə. Elə bilirdim başa düşürəm. Bilirəm. Olar. Hamid gedəndə Əzə başa düşdüm, səhv eləmişəm. Düşünmədim. Olmaz. Niye? Niye mən? Mən ki bir ömür bəndəlik eləmişəm. Məncə addım-addımdan atmamışam. Məgər bu ki fikrim səndə idi. Hər nə dedin eşitdim. Her ne yol gösterdin gitti. Bir ömür o adamların evinde nökerli elədim ki adları erşini silkeleyir. Ne oldu indi? Mənimlə Ali Əkbərdən, Hüseyndən danışma. Mən Hüseynəm. Mən Hüseynəm. Mən ancaq bir atayam. Mən bir atayam. Çəkdiyim hər nəfəs sənin izninlə idi. Hər nə iş gördüm sənin adınla idi. Mən səndən nə istədim bəyəm? Nə vaxt əlimi uzatdım ruzu üçün? Nə vaxt əlimin namaz üçün açanda özüm üçün bir şey istədim?
Ne vaxt səndən mənə verdiyindən artıq bir şey istədim. Mən başa düşdüm, təzə başa düşürdüm. İyi çəkirdim ki, sən süfrəni yığışdırdın. Hacı demə, danışma hacı. İmanın məndən çoxdur, qəbul eləyirəm. Vallah, əgər bu bəla öz başına gəlsəydi, belin qırılardı bu qədər yükün altında. Ey kaş bundan qabaq dünyadan gedəydim ki, övlad ölümünün nə olduğunu başa düşəsən. Allah'ın imtihanıdır. Allah'ın imtihanıdır. Axı sən ki dözə bilməyəcəyimi bilirdin. Niyə məni belə imtihana çəkdin? Malımla, həyatımla, evimlə, ömrümlə, canımla imtihana çəkəydin. Axı Hamidimlə imtihana çəkirsən. Sən Allah, kafirlərə də bunu eləməki çox çətindir. Eləməki çox çətindir. Allah axı səndən kimə şikayət edir? Kimi ətəyimdən yapışır? Sən həkimsən, sən rəhimsən, sən hər şeysən, ancaq mənimlə yaxşı rəftar eləmədin. Nə deyim axı? Səni kimə and verir? Kimin adını çəkim ki, adı ərşini titrətsin? Kimin adını gətirim ki, ərşini titrətsin? Səni Hüseynine and verirəm. Səni Fatimiyə and verirəm, koyma səhəri görür. Koyma səhəri görür. Koyma səhəri görür. Koyma səhəri. Azandır.
bir başqa yerə gedə bilməzdim. Mənim sözümü ancaq atam başa düşür. Hamid də vaxt tapmadı. Səninlə ürək dolusu danışsın. Ata oğul utanmağı məni daha çox yandırır. Niyə biz? Bu sual hər nəfəsimdir. Nəfəsim çıxmır. Əlim boşdur. Qorxuram. Hamiddən sonraki gündən qorxuram. Kaş mən gedəydim. Kaş bu günün əzanını eşitməyəydim. Məni də Hamidin yanına apar. Orada namaz qılım. Getmədin bəyəm. Yox. Sənsiz getmərəm. İndi əgər növbə olsa öz növbəsidir. Uşağımı öldürmək istəyirsən? Ölmək istəyirəm. Leyla huşunu itirir. Əşi qız vurub cəmaatı öldürüb, indi də özünü vurub dəliliyə qurtaranda deyil. Sənə də kişi deyərlər. Uşağı ona verməyə qorx. Bunlar atanın borc sənədləri, çekləri və vekselləridir. Nə? İndi vaxtıdır. Leylanın dalınca gələ bilər. ای که عمری در هوایت نشستم زیر بارانها کجایی اگر مجنون اگر لیلا قریبم در بیابانها کجایی کجای این شب تاریک به روی ماه در بستی نمیگویی نمیدانم کجا ماندم کجا هستی من آتش بودم اما تو به خاکستر نشستی اگر شب هست و فردا نیست اگر راهی به رویا نیست چه آهوها که در چشمان لیلا نیست اگر گم کردن خود را مرا در گریه پیدا کن اگر از شکوه لب بستم سکوتم را تماشا کن کجایی ای که عمری در هوایت نشستم زیر بارانها کجایی